Bu ərazi paytaxtda hərəkətin intensiv olduğu küçələrdən biridir. Lakin bəzi sürücülərin avtomobillərini elə hərəkət zolağında saxlaması burada hərəkətə ciddi maneədir. Nəqliyyatın hərəkətində yaranan sıxlıq həm tıxaca səbəb olur, həm də qəza riskini artırır. Baxmayaraq ki, burada dayanmaq qadağandır nişanı var. Taksi gedir birdən 300-500 metrəli, 600 metrəli dayanmaq olmaz. Bu əslində düz deyil. 5 dəqiqə, 3 dəqiqə vaxt vermək lazımdır ki, heç kim öz kefindən orada dayanmaq istəmir ki, məsələn, müştərini düşürdürsən, yola davam edirsən. Bunu biraz nəzərə alsana, diqqətiniz belə də olmaz da. Qısa müddətdə maşın saxlayanda cərməliyirlər. O da 80 manat, da 2 bal da var. Yəni bax, bu biraz problemlidir. Yaxşı olardı dayanma durma üçün müvafiq dayanacaqlar təşkil olunsun və həm sərnişinlər üçün, həm də sürücülər üçün daha uğurlu olar. Bir sözlə dayanma durma qaydalarının pozulmasına görə vətəndaşlara edilən cərimələr onları kifayət qədər narahat edir. Bəs dünya təcrübəsində bu proses necə tənzimlənir? Dayanma, durma və parklanma zamanı qaydalara riayət etməmək isə cərimələrlə yanaşı həm də risklidir. Yolda nəqliyyatın hərəkəti çətinləşir, görünüş məhdudlaşır, piyada keçidini bağlamaq isə qəza ehtimallarını artırır. Sürücülər nəzərə almalıdır ki, qadağan edilən yerlərdə nəqliyyat vasitələrinin dayanması və durması yol verilməzdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq nişanlanma xətti ilə qalan hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Belə qayda pozuntularının sayının artması səbəbindən son illər bu sahədə cərimələr də artırılıb. Cərimələr birbaşa kameralar tərəfindən yazılır və rəqəmsal sistem üzərindən sürücülərə bildirilir. Qaydalara riayət etmək isə cərimə olunmamaq üçün əsas şərtdir.